Deməli, bura Cavanşir küçəsidir, Oba marketin yanı. Bura Tac Mahala düşən küçədir. Bu binaların yerində stadion var idi, Stayanka var idi. Bura Cavanşir küçəsidir. Burada da bazar var idi, Kolxoz bazarı. İndi düzdür, biraz qalıb, amma yarısını söküblər, yerində Bravo tikiblər. Burada da Oba var. Bura gəldik o vaxt evdən nəsə almağa, bazarlığa filana. Burada təzə Bravo açıldı. Bravo'nun yerində Arzu kafesi var idi. Lap çoxdan. Bu tərəf meyvə yeri idi, meyvə, qida yeri. Bu tərəf paltar yeri idi. Yuxarıdan və oradan giriş var idi bazarın. Sonra Arzu kafesi Bravo'nun yerində, amma arxası qəbristanlığıdır. O Novostrokovanda heç biri yox idi o vaxt. Sonradan hamısını tikdilər. Metronun açılışından sonra. Baxın, qəbristanlığı görsənir. Baxın, buradan giriş buradan idi. Baxın, bazara giriş. Görəyim nə gündədir içərisi. Maraqlıdır. Burada qutab satan var idi. İndi qutabın iyi gəlir. Ha, bax, görsənir burada. Ha, burada piş taxtalar var idi bazarın içində. İndi kafe eləyirlər.